Salam əziz izləyicilər, zəhmət olmasa kanala abunə olun, videonu bəyənin. Alimlərdən biri çox hikmətli sözlər deyib. Bütün insanların eyni anda bir insanı sevməsi və ondan nifrət etməsi mümkünsüzdür. Əksinə, birinin istədiyini digəri nifrətlə qarşılaya bilər, birinin nifrətlə qarşıladığını digəri sevə bilər. Və bir insanın digər insanların hamısını razı salması bu həyatda baş verə biləcək bir şey deyildir. Yəni buna imkan yoxdur, mümkün deyil bu. Belə olan halda insan öz halını düzəltməlidir və digər insanları boş verməlidir. Boş verməlidir necə? Yəni onlara neqativ davranmamalıdır. Yəni onları belə deyək də vecinə almamalı deyil. İnsan kimi hörmətini göstərməlidir, lakin əsas öz həyatında qoyduğu hədəflərə tərəf getməlidir. Yəni insanlar məni sevsin deyə öz məqsədlərindən, öz hədəflərindən, öz doğru həyat tərzindən çevrilməməlidir. Əgər bir insan doğru bir yolla gedirsə və buna başqa insanlar belə deyək, bəyənmirsə, sevmirlərsə, mane olmağa çalışırlarsa, həmin adam öz doğru yolundan çəkinməməlidir. Nədir ki, kimlərin xoşuna gəlmək üçün. Çünki insanın məqsədi bu həyatda başqalarını razı salmaq olmamalıdır. Əgər biz başqalarını razı salmaq üçün yaşasaq, onda artıq həyat bizim həyat olmayacaq. Hətta bəzən belə insanlar olub deyir, uzun illər yaşadım, sonra gördüm ki, heç həyat yaşamamışam. Səbəb nə idi? Səbəbim deyirdi ki, çünki mən deyir, daima başqa insanları razı salmaq üçün yaşamışam. Ona görə insan ilk öncə təbii ki, özünü, ailəsini düşünməlidir və ona uyğun yaşam tərzi seçməlidir, doğru yaşam tərzi.